Salam, hər birinizi xoş gördük. Bu günləri Dövlət İmtahan Mərkəzinin hazırladığı, tərtib etdiyi 2023-cü il model test tarix suallarına baxacağıq. İndi isə birinci suala baxaq. Birinci sualda 19-cu əsrin birinci yarısında Müsəlman Əyalətləri Rəisliyinin mərkəzi şəhərini xəritədə müəyyən edin. Xəritəyə diqqət yetirdikdə 4 Şəki ərazisidir, 5 Şamaxı ərazisidir, 1 Beyləqan ərazisidir, 2 Lənkəran ərazisidir, 3 isə Qarabağ ərazisi, Şuşa ərazisidir. Ona görə sualımızın cavabı Şuşa olduğu üçün cavab A variantıdır, Şuşa ərazisidir. İkinci suala diqqət yetirək. Tunc dövründən fərqli olaraq Neolit dövründə, yəni bizdən istədiyi Neolit dövründə olub, Tunc dövründə olmayan bir şey istəyir. İnsanlar oturaq həyatda yaşardılar. Artıq biz bilirik ki, Neolit dövründən insanlar oturaq həyata keçmişdilər və ondan sonraki dövrlərdə də insanlar oturaq həyat yaşamışdılar. Toxuculuq inkişaf etmişdi. Bəli, Neolit dövründən başlayaraq toxuculuq inkişaf eləmişdi. Saxsı qablar hazırlanırdı artıq Neolit dövründən sonraki dövrlərdə. Anaxaqanlığı hökm sürürdü. Anaxaqanlığı Neolit dövründə hökm sürsə də, Tunc dövründə Ataxaqanlığı olduğu üçün cavabımız D variantıdır. Metaldan geniş istifadə olunurdu. Metal ilk tapılan metal mis idi. O da eneolit dövrünə aiddir. Artıq eneolit və eneolitdən sonraki dövrlərdə metaldan geniş istifadə olunub. Üçüncü suala baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Deməli, Manna, Atropatena və Albaniya dövləti haqqında bizdən məlumat istəyir. Baxaq variantlara. Romaya qarşı mübarizədə Parfiya ilə müttəfiq olması bu Atropatena dövlətinə aiddir. Deməli, Atropatena dövlətinin Albaniya dövlətindən fərqli olaraq Romalılar üzərində qələbə çaldığı döyüş olub, amma Albaniyanın Roma üzərində qələbə çaldığı döyüş olmayıb. Belə ki, məsələn, Kür döyüşü, Qanıq döyüşlərində Roma qalib gəlmişdi. Deməli, 2-yə A variantı uyğun gəlir. Ona görə də elə cavabımız B variantıdır. Biz bir sualın A variantını bilməklə variantı təyin etmiş oluruq. Amma növbəti variantlara da baxaq. Ərazisində türk tayfalarının yaşaması hər üçünə aiddir. Xristianlığın dövlət dini edilməsi Urniarın dövründədir. Bu da Albaniyada Arşakilər sülaləsi dövrünə düşür 313-cü ildə. 313-cü ildə eyni zamanda Romada Konstantinin dövründə xristianlıq rəsmi din elan olunmuşdu. Quldarlıq münasibətləri mövcud olması hər üçünə aiddir. Urartuya qarşı mübarizənin aparılması Mannaya aid edilir. Dördüncü suala baxaq. Osmanlı hökmdarı 2-ci Mehmetin hakimiyyəti dövrləri üçün səciyyəvdir. 2-ci Mehmet 1451-1481-ci illərdə hakimiyyətdə olmuşdu. Bolqarıstan və Serbiyanın asılı vəziyyətə salınması. Bolqarıstan 1-ci Murad, Serbiya 1-ci Bəyazıd, ona görə aid edilə bilməz. Biri variantlardan çıxırıq. Bizim B variantı, D variantı qalır əlimizdə. Qanunlar toplusunu qəbul etməsi, bəli, 2-ci Mehmet Fatihə qanunlar toplusu qəbul etmişdi. Hətta biz onu Uzun Həsən və Mərzban ibn Məhəmməd, Salar hökmdarı Mərzban ibn Məhəmmədlə eynilik götürürük. Qara Yusiflə dostluq əlaqələrinin saxlanması həmin dövr Qara Yusifin hakimiyyəti illərinə təsadüf eləmir, yəni uyğun gəlmir. 15-ci əsrin ikinci yarısında hakimiyyətdə olması, bəli, həqiqətən də 15-ci əsrin ikinci yarısında 2-ci Mehmet hakimiyyətdə olub. Trabzonun tutulması 1461-dir. 2-ci Mehmetin hakimiyyəti dövrünə təsadüf edir. Ona görə də cavab 2, 4, 5. Beşinci suala baxırıq. ABŞ prezidentlərinin hakimiyyəti dövrlərinə aid deyil. Calvin Coolidge, Herbert Hoover və Franklin Roosevelt. Bunların heç birinə aid olmalı deyil. Deməli, bir tərəflik haqqında qanun verilməsi Franklin Roosevelt-ə aiddir. Cənubi-Şərqi Avropa mühacirəti məhdudlaşması Calvin Coolidge-ə aiddir. Düzgün cavab Y variantıdır. Dövlətin 1-ci Dünya müharibəsinə qoşulması bu Woodrow-Wilsonun dövrünə aiddir. Ona görə də cavab E variantıdır. 6-cı suala baxırıq. 17-ci əsrin ikinci yarısında Volqa-Xəzər ticarət yolunun canlanmasının nəticəsində A variantı Böyük İpək yolunun öz əhəmiyyətini itirməsi aid deyil. Xəzər dənizi Rusiya daxili dənizə çevrildi. 19-cu əsrin birinci yarısına aiddir. Rusiyanın şərq ölkələrinə iqtisadi ekspansiyasına şərait yarandı. Bu doğru cavabdır. Azərbaycan ipəyinin qabaqcıl Avropa ölkələrinə ixracı azaldı, aid deyil. Hindistan ümumiyyətlə aid deyil. Cavabımız Rusiyanın şərq ölkələrinə iqtisadi ekspansiyasına şərait yarandı. C variantı. 7-ci suala baxırıq.
Uyğunluq gözlənilmişdir. Azərbaycanda intibah dövrü memarlığı soruşur, intibah dövründə olan hadisələri soruşur. Eyni zamanda diqqət edəcəyimiz məqam Şirvan-Abşeron ərazisi və Naxçıvan ərazisində yerləşməlidir. Qız Qalası 12-ci əsrə aid memarlıq abidəsidir. Qız Qalası biz Qız Qalasını Şirvan-Abşeron memarlıq abidəsinə aid edə bilərik. Ona görə 1-ə A. Şirvanşahlar Sarayı 15-ci əsr memarlıq abidəsidir. Şirvan-Abşeron memarlıq abidəsinə aid deyil. Götürmürük. Gülüstan türbəsi 13-14-cü əsrə aiddir. Buğurt 12-ci əsrə aiddir. Buğurt Şirvan, Abşeron memarlıq nümunəsidir. Ona görə 1-ə biz A və D-ni götürəcəyik. Naxçıvan memarlıq abidəsində Darülmülk, Yusif İbn Küseyr türbəsi. Baxın, bunlar Darülmülkdür, Qoşa minarədir, Yusif İbn Küseyr türbəsidir, Möminə xatın türbəsidir. Bunlar hamısı biz bunları Memar Əcəminin inşa etdiyi Naxçıvan memarlıq nümunəsinə aid eləyə bilərik. Bəz qalası intibah dövründən düşmür. Gülüstan qalası da Naxçıvan ərazisinə düşmür. Ona görə 2-yə də biz A-la B-ni götürəcəyik. 8-ci suala baxaq. Ardıcıllığı müəyyən edin. Səfəvilər dövründə ərazisi Çuxurşəhər bəylərbəyliyinin tərkibində idi. Çuxurşəhər bəylərbəyliyində İrəvan ərazisidir. Hətta Şah Abbas Cəlalləri o əraziyə köçürmüşdü. Eyni zamanda biz xanlıqlar dövründə deyə bilərik ki, iki xanlıq bu Çuxurşəhər bəylərbəyliyi ərazisində yaranmışdır. Naxçıvan və İrəvan xanlıqları. Deməli, 2 boş qoyulub, 3 Azərbaycanın şimalında Rusiya tərəfindən işğal edilən sonuncu xanlığı idi. Bu İrəvan xanlığı idi. İrəvan qalasının tutulması ilə sonuncu işğal edilən xanlıqlardan biri idi. Deməli, biz 2-yə İrəvana aid olan bir mahiyyətli bir cavab tapmalıyıq. Y variantı Rus işğalı ərəfəsində Qacarlar dövlətinin hakimiyyəti altında idi. Bəli, həqiqətən də Naxçıvan və İrəvan ərazisi Rus işğalı dövründə Qacarların hakimiyyəti altındaydı. Məsələn, D variantdan baxaq, ciddi müqavimət göstərdiyi üçün Bakı xanlığı ilə birlikdə ləğv edilmişdir. Bu Dərbəndə aiddir. Əyalət Şurasının yaradılması isə Qubaya aiddir. 1806-cı ildə Bakı Qərbənd Quba ləğv edilmişdi. Amma Quba niyə tamamilə ləğv edilmədi? Çünki orada Əyalət Şurası yaradılmışdı. Artıq Quba 1810-cu ildə ləğv ediləcək. 9-cu suala baxırıq. Rusiya tarixində imperiya dövrünə aid deyil. Rusiya tarixində imperiya dövrü Şimal müharibəsindən sonra 1700-1721-ci ildən sonra Rusiya imperiya elan olunmuşdu. Və Rusiyanın ilk imperatoru 1-ci Pyotr olmuşdu. Bunu yaddan çıxartmırsınız. Krım xanlığının işğal edilməsi 1783-dür. 1783-cü ildə eyni zamanda Georges traktatı imzalanmışdı. Gürcülər Rusiyanın himayəsinə qəbul olunmuşdu. Yaponiya tərəfindən məğlub edilməsi 1904-5-ci illərdə Yapon-Rus müharibəsi olur. Portsmouth sülhü ilə başa çatır. Krım müharibəsi 53-56-cı ildə olur. 56-cı ildə Paris sülhü ilə başa çatır. Krım müharibəsində məğlub olması aiddir. Qazan xanlığının işğal edilməsi 1552-dir, 16-cı əsrdir. Bizdən isə 18-ci əsr soruşur. Ona görə də cavabımız D variantıdır. Bu islahatlarda keçirilmişdir. 10-cu suala baxırıq. Osmanlı dövləti Bolqarıstanla müharibə edərək Ədirnəni geri aldı. Buxarest sülhü ilə başa çatan müharibədə Bolqarıstan məğlub oldu. Bu 2-ci Balkan müharibəsi, yəni 1913-cü ilə aid olan müharibədir. 1-ci Balkan müharibəsi London sülhü ilə başa çatır. 2-ci Balkan müharibəsi Buxarest sülhü ilə başa çatır. Birincisində Osmanlı Ədirnəni itirir, ikincisində geri qaytarır. Deməli, baxaq A variantına. Şimal müharibəsi 1700-1721-ci ildə olmuşdur. Krım müharibəsi 53-56-cı ildə olmuşdur. 1-ci Balkan müharibəsi 12-13-cü ildə olmuşdur. Tabriz müharibəsi Osmanlı ilə İtaliya arasında olmuşdur. 1911-12-ci illərdədir. 11-ci suala baxaq. Hadisələrin səbəb-nəticə əlaqələrinin doğru bəndi müəyyən edin. Səbəb nəticə. Kürşad üsyanının baş verməsi demək 639-cu ildə olmuşdu. İkinci Göytürk dövlətinin yaranması isə 682-dir. Yəni arasında uzun müddət var. Səbəb nəticə əlaqəsində o qədər uzun müddət olmalı deyil. Əgər olarsa bir-birini tamamlamalıdır. Deməli, birincisi aid deyil. Muğan xaqanın yürüşləri Çinin tabe edilməsi. Bu doğru variantdır. 3-ə baxırıq. Axund dövləti ilə mübarizə Sasanilər dövlətinin süqut etməsi. Bu ola bilməz, çünki Axund dövlətinin varlığına Göytürklərlə Sasanilərin birləşmiş qüvvələri son qoyub 567-ci ildə. Ona görə aid deyil. 4-ə baxırıq. Göytürklərin 7-ci əsrin 80-ci illərində azadlıq mübarizəsi və Göytürklər Çin əsarətindən azad olunur və 2-ci Göytürk dövlətinin əsası qoyulur. Bu tamamilə doğrudur. 5-ə baxırıq. Axsuvar xanın Sasanilər üzərinə hücumu, bəli, bu aiddir. Amma Sasani şahı 1-ci Xosrov həmin dövrdə hakimiyyətdə deyil. Ona görə cavab 2, 4.
12-ci suala baxırıq. 12-ci sualda bizdən nə istəyir? 12-ci sualda 20-ci əsrin 90-cı illəri üçün səciyyəvi deyil. Pakistanla nüvə silahının hazırlanması 90-cı illərə aiddir. Soyuq müharibənin başa çatması 90-cı illərə aiddir. Sovet qoşunlarının Əfqanıstandan çıxarılması. Sovet qoşunları Əfqanıstana 79-da daxil olur, 89-da çıxır. Bu aid deyil. Cavabımız C variantıdır. SSRİ-də prezident vəzifəsinin təsis edilməsi 90-cı illərə aiddir. Almaniyanın birləşdirilməsi 90-cı illərə aiddir. 20-ci əsrin ilk rübündə Şimali Azərbaycanın siyasi həyatına aiddir. Yəni 1900-dən 1925-ə qədər olan hadisəni istəyir bizdən. Çünki ilk rüb 25 ildir də. İlk siyasi partiya və təşkilatların yaranması 1902-5-ci illərə aiddir. Bu doğrudur. 1875-dən 1904-ə qədər Milli Oyanış dövrünün birinci mərhələsi başlanmışdı. 1875-də başlamış, 1904-cü ilə qədər davam eləmişdi. Ziyalıların Rusiya qurultayına fəal iştirak etməsi ilk rübə aid deyil. Rusiya Müsəlman Xalqlarının Azadlıq Hərəkatının mərkəzinə çevrilməsi aiddir. Daha doğrusu uşaqlar, ziyaların burada cavab 1, 3, 4-dür. Çünki Rusiya Müsəlmanlar Qurultayı 1905-6-cı illərdə keçirilmişdi. Rusiya Müsəlmanlar Azadlıq Hərəkatı həmin dövrdə də mərkəzinə çevrilmişdi. 5. Bakı Şəhər Dumasının yaranması. Növbəti davam edirik 14-cü sualdan. 11-ci əsrin 30-cu illərində ərazisində Oğuz türkləri məskunlaşmışdı. Səlcuq Sultanı Məlik Şahın dövründə dövlətçiliyə son qoyulmuşdu. Deməli, söhbət bizdə Şəddadilər dövlətindən gedir. Səlcuqlar dövründə iki dövlətin varlığına son qoyulub. Rəvvadilər və Şəddadilər. Rəvvadilərə son qoyub Alparslan, Şəddadilərə son qoyub Məlikşah. Şəddadilərin paytaxtı da Gəncədir. Gəncə də xəritəmizdə 1-də yerləşir. Cavabımız elə 1-dir, B variantıdır. 15-ci suala baxaq. Qədim Hindistan və qədim Çin tarixinə dair ümumi cəhəti göstərin. Eldən əvvəl 2-ci dairə dövlətlərə parçalanması bu Çinə aid olan hadisədir. Ölkənin şimal hissəsini böyük Hun dövlətinə birləşdirməsi bu Çinə aid olan hadisədir. Xarici hücumlara qarşı mübarizənin aparılması bu hər ikisinə aiddir. Eldən əvvəl 2-ci minillikdən etibarən dəmir emalı xeyr. Biz dəmir emalını öyrənmişdik. Azərbaycanda 7-ci əsr, Hindistanda 11-ci əsr, qədim Çində isə 6-5-ci əsrlərə aiddir. Heraklit yazıdan istifadə yalnız Çinə aiddir. Biz ki, Çinin özünə məxsus heroqlif yazısı var idi, bir də qədim Misrin özünə məxsus heroqlif yazısı var idi. 16-cı suala baxaq. 19-cu əsrin ikinci yarısında Şimali və Cənubi Azərbaycan tarixinə dair ümumi cəhət istəyir bizdən. Hər ikisinə oxşar olmalıdır, hər ikisinə eyni olmalıdır. Baxaq, milli oyanışın başlanması, milli hökumətin yaranması, deməli, hər ikisinə aid deyil. Rusiyanın xammal bazası və satış bazarı olması, bəli, hər ikisinə aiddir həmin dövrdə. Deməli, müharibə edən dövlətlərin döyüş meydanına çevrilməsi xeyr. Osmanlı və İngilis ordularının işğal altında olması bu Cənubi Azərbaycana aiddir. Neft, dağ, mədən sənayesinin sürətlə inkişaf etməsi də bu da Şimali Azərbaycana aiddir. Bizə ümumi cəhət istəyir, o da B variantıdır. 17-ci suala baxırıq. Azərbaycan Respublikası 21-ci əsr tarixinə aiddir. İri neft və qaz ixracatı olması variantımız budur. Bazar iqtisadiyyatının keçirilməsi 20-ci əsrdir. Dövlət torpaqlarının özəlləşməsi 90-cı illərdir. Neft strategiyasının əsasının qoyulması o əsrin müqaviləsi 94-cü ildədir. İlk demokratik o da 20-ci əsrə aiddir. 21-ci əsr istəyirdi bizdən. Cavabımız A variantıdır. 18-ci suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü və 4-cü hökumət kabinetlərinə oxşar cəhət. Mən çox istərdim ki və tövsiyə edərdim ki, AXC dövrünü hökumət kabinetlərinə əsasən öyrənmək lazımdır və variantlara baxsaq, məsələn, Xəzər hərbi donanmasının yaradılması 4-cü hökumət kabinetidir. Gürcüstan hərbi müdafiə sazişinin imzalanması 4-cü hökumət kabinetidir. Qarabağda separatizm siyasətinə qarşı mübarizə aparılması həm 3, həm 4, həm də 5-ci hökumət kabinetində Qarabağda separatizm siyasətinə qarşı mübarizə aparılıb. Bakının erməni bolşevik işğalından azad edilməsi uğrunda mübarizənin aparılması 3-cü hökumət kabineti, Naxçıvan general qubernatorunun yaradılması barədə qərarın qəbul edilməsi 3-cü hökumət kabinetinə aiddir. Deməli, 18-də cavab C variantıdır. 19-a baxırıq. 16-cı əsrdə ölkədə katolik ağalığı hökm sürürdü. Digər Avropa dövlətlərinə nisbətən siyasi dağınıqlıq. Ümumiyyətlə, digər Avropa dövlətlərində siyasi dağınıqlıq deyən kimi avtomatik Almaniya və İtaliya adımıza düşür. Katolik ağalığının hökm sürdüyü xəritədə Almaniya göstərilir. Cavabımız Almaniyadır. 20-ci suala baxırıq. Elxani hökmdarı Qazan xan islahatları məqsədlərinə aiddir. Elxani dövləti 1258-1357-ci il Cənubi Azərbaycan yürüşünə qədər mövcud olmuşdu. Deməli,
Qazan xana qədər olan hökmdarlar köçəri Monqol əyanlarından asılılığı gücləndirmək istəyirdi, amma Qazan xandan sonra köçəri Monqol əyanlarından asılılığı azaltmaq istəyirdi. Ona görə aid olmayan cavab Y variantıdır. A variantına baxaq, oturaq feodallar və din xadimləri öz tərəfinə çəkmək, dövlət gəlirlərinin xəzinəyə daimi axını təmin etmək, mərkəzi hakimiyyəti möhkəmləndirmək, ölkədə hökm sürən qanunsuzluğa son qoymaq istəyirdi. 21-ci suala baxırıq. Eradan əvvəl 6-cı əsr Afinada biz burada çox güman ki, Solon islahatına aid olan hadisələri götürəcəyik. Eradan əvvəl 594-cü ildə baş vermiş hadisələr. Məsələn, kəndlərin borclarının ləğv edildiyi Solon islahatında xalq tribunu ümumiyyətlə Romaya aiddir. Quldarlıq demokratiyasının çəklənmə dövrü Periklın dövrünə aiddir, 5-ci əsrdir. Attikanın azad kişilər, sakinlər, vətəndaş hüququ Solon islahatına əsasən strateji çəkilməsi də 6-cı əsrdəndir. Ona görə cavabımız 1, 4 və 5, 5 aiddir. Cavabımız B variantıdır. 22-ci suala baxaq. 22-ci sualda Sasani imperiyası və Ərəb xilafətinin Albaniyada keçirdiyi siyasətə oxşar cəhət. İslam dini Ərəb xilafətinə aiddir. Bir müddət yerli hökmdar idarəçiliyinin saxlanması bu, bəli, hər ikisinə oxşar cəhətdir. Xristian əhalinin vergilərdən azad edilməsi Sasanilərə aiddir. Atəşpərəstliyin geniş yayılması Sasanilərə aiddir. Orta xidmətçilərə Xostaş adlanan şəhər torpaqlarının verilməsi Sasanilərə aiddir. 23-cü suala baxırıq. Böyük Moğol hökmdarı Əkbər Şahın xarici siyasətinə aiddir. Bunu mütləq şəkildə Əkbər Şahın dövrünü bilmək lazımdır. Çünki Moğol dövlətində qızıl əsr dövrü hesab olunur. Bizə xarici siyasət istəyir. Burada müasir Əfqanistanın bir hissəsinin tabe edilməsi və Osmanlılarla diplomatik əlaqələrinin saxlanması aid olacaq. Daxili məsələ istəmir, ona görə torpaqla bağlı məsələni çıxırıq. Ölkənin ərazisini genişləndirərək hakimiyyətini bütün insanı. O, deməli, ölkənin ərazisini genişləndirmək istəyirdi. Amma ondan sonraki hakimiyyətə gələndə Hindistana yayılmasını istəyirdi. Ona görə biri götürmürük. Cavabımız olur 3-5. 24-cü sualda Oğuz Səlcuq türklərinin Azərbaycan torpaqlarına axın nəticəsində iqta başlıca torpaq mülkiyyətinə çevrildi. Bəli, Bizansın Cənubi Qafqazda möhkəmlənmə cəhdinin qarşısı alındı. Bəli. Şirvanşahlar dövlətin varlığına son qoyub Səfəvilərdə 1-ci Dərmançı 1538, Şəddadi və Rəvadlə öz müstəqilini qoruyub saxlaya bilmədilər. Dedim axı bayaqlarım Alparslan dövründə deməli Rəvadilərin varlığına, Məlik Şahın dövründə Şəddadilərin varlığına son qoyuldu. 25-ci suala baxırıq. Xəritədə ərazisi xışdırıqlənmiş rayonla bağlı doğru ifadələri müəyyən edin. Bu Laçın ərazisidir. Azad olunan rayonda ilk infrastruktur layihəsi burada həyata keçirilmişdir. Bu Güləbir su elektrik stansiyasına misal göstərmək olar. Aprel döyüşləri ərazisinin bir hissəsi azad edildi, aid deyil. Böyük Qaradışa dair 1-ci Dövlət və Ağılıq kənd Zəngilan ərazisi bura aid deyil. İkinci Qarabağ müharibəsi zamanı ərazisinin cənub hissəsi hərbi əməliyyatlardan azad edilmişdir. Bəli, tamamilə doğrudur və ərazisində hava limanı inşa edilir. Uşaqlar, şəkilçilərə fikir verin. Biri var edilib, biri var edilir, hal-hazırda davam eləyir. Yəni bunlara fikir verməklə siz sualların cavabını tapa bilərsiniz. 26-cı suala baxırıq. Xronoloji ardıcılığı müəyyən edin. Milli Azərbaycan qərargahı, yəni MAQ-ın yaradılması, daha sonra Azərbaycan SSR 2-ci Konstitusiya dövlət elinin yaradılması, yeni maddə əlavə edilməsi, Heydər Əliyevin SSR Nazirlər Sovetinin birinci müavini təyin edilməsi. MAQ 1962-dir. SSR Azərbaycanda əlavə edilməsi Konstitusiyasında 1956 İmam Mustafa Əliyev dövrüdür. Heydər Əliyevin SSR-nin Nazirlər Sovetinin sədrinin birinci müavini seçilməsi 1982-dir. Aydındır. 27-ci suala baxırıq. 15-ci əsrdə Azərbaycanda idarəçilik baş vəzirə aiddir. Baş vəzir maliyyə işləri avtomatik yadımıza düşməlidir. Maliyyə işlərini götürürük və xarici ölkələrin əlaqələr onun səlahiyyətində idi. 1-ə C, Y. Sonra Əmir Əli Mərra Ali Baş Komandan idi. Müharibədə qoşun toplama məmuru idi. O aiddir. Sədr Əzəm dini işlərə baxırdı. Dini işlərdə nə? Dini torpaq sahibliyi vəqf idi. Ona görə vəqfi götürür, vəqf torpaqlarına gələnlərə nəzarət edirdi. Mətnə baxaq, Çıxıldı döyüşü 1578-ci ildə həmin dövrdə hakimiyyətdə Məhəmməd Xudabəndə idi. Osmanlı iki cəbhədə müharibə aparmaq üçün həyata keçirilən tədbir yazın. Şeybanilərlə mübarizə, bəhs edilən döyüşdə Səfəvlərin məğlubiyyətin iki səbəbi güclü ordunun olmaması və Səfəvi dövlətində daxili çəkişmələr, güclü ordunun olmaması buna misal göstərilə bilər. Bu qədər.